Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Araz Marketin arxasındakı sot yarımda böyle bir 200 kvadrat həyət evini var. Allah hər kəsin malına mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Tam 2 mərtəbəli həyət evidir. Şəxsi tikilidir. Alt hissəsində kəmər və yuxarı hissəsinə qədər kəmərə qədər atılıb. Paket bütçədə həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Qiymət 134 min manatdır. Birinci mərtəbədə 2 otaqdır. 1 mətbəx, yuxarıda isə 1 zal, 2 otaq, 1 mətbəx, 1 sancaqdan ibarətdir. İnşallah giriş hissəsini göstəririk sizlərə. Giriş hissəsini və üzbəyiz hissədə də var belə bir həm qaraj kimi istifadə eləmək olar, həm də ki, kimin xeyir işi olsa, məsəl üçün, yüngül də olsa burada yığılıb oturmaq üçün. Və otaq hissəsini göstərək sizlərə, rahat keçid eləmək olur və böyük bir evdir. Və evin ön hissəsində göstərək və kanalizasiyası var, yəni kanalizasiya sistemi var. Və bu da birinci mərtəbədir və birinci mərtəbənin keçid hissəsini göstərim sizlərə qeyd etmişdik. Birinci mərtəbənin potoloku hazırdır. Burada baxın. Bir otaq buradadır, buranın potolokları hazırdır. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Araz Marketin arxasındakı sot yarımda böyle bir 200 kvadrat həyət evini var. Allah hər kəsin malına mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Tam 2 mərtəbəli həyət evidir. Şəxsi tikilidir. Alt hissəsində kəmər və yuxarı hissəsinə qədər kəmərə qədər atılıb. Paket bütçədə həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Qiymət 134 min manatdır. Birinci mərtəbədə 2 otaqdır. 1 mətbəx, yuxarıda isə 1 zal, 2 otaq, 1 mətbəx, 1 sancaqdan ibarətdir. İnşallah giriş hissəsini göstəririk sizlərə. Giriş hissəsini və üzbəyiz hissədə də var belə bir həm qaraj kimi istifadə eləmək olar, həm də ki, kimin xeyir işi olsa, məsəl üçün, yüngül də olsa burada yığılıb oturmaq üçün. Və otaq hissəsini göstərək sizlərə, rahat keçid eləmək olur və böyük bir evdir. Və evin ön hissəsində göstərək və kanalizasiyası var, yəni kanalizasiya sistemi var. Və bu da birinci mərtəbədir və birinci mərtəbənin keçid hissəsini göstərim sizlərə qeyd etmişdik. Birinci mərtəbənin potoloku hazırdır. Burada baxın. Bir otaq buradadır, buranın potolokları hazırdır.